Bir daha hər vaxt xeyir olsun dəyərli qrup üzvləri, Telegram siqnal kanalının üzvləri, eləcə də YouTube izləyicilərimiz. Biz qızıl haqqında birinci alışlarımızı Takeport-dan bağladıq və gümüşdə də eyni zamanda hər ikisini, yəni ümumi olaraq 450 dollarlıq bir gəlirlə nəticələndi. Hal-hazırdakı alışlarımız 4334-dən 4344-lərə qədər olan bir məsafədə. Artıq 4344-lər, yəni növbəti deyək ki, paylaşdığımız siqnal da öz əksini tapdı və gəlirlə nəticələndi. Yəni deməli qızılda deməli 4333-dən 4343-ə qədər artıq bu da nəticə. Biz sadəcə biraz yuxarı qoymuşduq. Yəni bu da gözəl nəticə ilə gəlir verdi. Və hal-hazırda gəlirdədir. Gümüşdə də bizim növbəti Takeport-umuz haradasa 70-500-lərə təyin etməli idik. Yəni 4500-də də problem deyil. Yəni o da normaldır. Əslində hazırki vəziyyətdə, yəni kifayət qədər gəlir var, sığortalamağa dəyər. Yəni sığortalamaq bir də nəzər çat. Sığortalamaq nədir? Yəni stop loss-la edə bilərsən, ya trailing stop-la. Sığortaladıq, ən yaxşı halda gəlirlə bağlayacaq və kifayət qədər gəlir var. Yəni hazırki vəziyyətdə biz bağlasaydı 340 dolları bir gəlir vardı, Takeport-u aşağı qoysaydı. Amma Takeport-u biraz yuxarı qoymuşuq, yəqin ki nəysə əllə onu qaldırıb qoymuşuq. 133 dollarda gümüşdə gəlir olacaq, Euro dollarda da canlı olaraq sizin üçün biz alış əməliyyatlarını verdik və qiymət yuxarı doğru istiqamətlə davam etdirir. Funtda da alış əməliyyatları verdi, bu da gəlirdədir. Deməli, səhər saatlarında qızılda 2 əməliyyatlarımız, 3-cü əməliyyat gəlirdədir, 4-cü əməliyyat gümüşdə, o da gəlirdədir, 5-ci əməliyyatımız Euro dollarda, o da gəlirdədir, 6-cı əməliyyatımız funt dollarda, o da gəlirdədir, 7-ci əməliyyatımız Bitcoin-da alış əməliyyatları, bu da gəlirdədir və Ethereum-da da biz əməliyyat vermişik, 8-ci əməliyyat. 8 mükəmməl əməliyyat və mükəmməl gəlir. Biz bunların 8-ində, yəni ikisini bağlamışıq, 6-sını da bağlasaq, yəni bu dəqiqə bağlaya bilərik və günü tamamlaya bilərik. Yəni uğurla tamamlaya bilərik. Yəni bura qədər çatsa nə qədərdir? Bu çox azdır. Yəni bunu biraz böyük verməli idi. Nəysə, yəni əsas odur ki, gəlirlə olsun və biz əməliyyatların birini də burada bağlayaq. Demək, bunu silverə baxaq, gümüşə baxaq. Gümüşdə problem deyil, qoy getsin, dəysin. Qızılda da dəysin, bağlasın. Yəni, bir sözlə açdığımız, demək, 2 əməliyyatımız gəlirdədir. Hətta 3 əməliyyatımız gəlirlə nəticələndi. 3 əməliyyat, 4-cü əməliyyat gəlir, 5-ci əməliyyat, 6, 7 və 8-ci əməliyyat. 8 əməliyyat vermişik. 8-i də uğurludur uşaqlar bugün. Hamıza uğurlar arzulayıram inşallah. Yəni bu dəqiqə siz belə deyək, məndə açıqdır. Sizdə qızılda yəni bağlanıb. Gümüşdə isə gümüşdə nədir bu? Maksimumuna baxaq. 70-444. Deməli baxaq görək biz gümüşdə ara qoymuşduq. Bayı deməli gümüşdə də bağlanıb uşaqlar. Təbrik edirəm sizi. Mən yuxarı qoymuşam. Deməli, mən hara qoymuşam? 484-də, amma əslində burada bağlanmalı idi. Bu nöqtədə bağlanmalı idi. 400-lərdə bağlanmalı idi, hətta burada. 400-lərdə bağlanmalı idi. Yəni, mən istəyirəm ki, bağlansın ki, yəni, həmin nəticəni də bugün sizə göstərim. Əslində, bunlar gəlir var. Mən funtu bağlaya bilərəm, Evronu bağlaya bilərəm. Sonra Ethereum-u bağlaya bilərəm. Yəni, Ethereum-da bağlayayım. Yəni, Ethereum-da alqı-satqıları o qədər də etmirəm. Sadəcə gəlirlə bağlansın deyənəm. Bitcoin-lə növbəti əməliyyatımız var. O da çox yuxarıdadır deyə fikirləşirsinizsə, biraz aşağı verə bilərik. Yəni, bir sözlə bütün əməliyyatlar, 8 əməliyyatlar uğurla nəticələndi uşaqlar. Bağlaya bilərik. Amma sadəcə gözləyir, yəni, sığortalamaq dəyər. Yəni, bunu sığortalayırıq. Sığortalasaq yenə gəlirlə nəticələnir. Sığortalasaq bunu yenə gəlirlə nəticələnər.
Yəni istəyir silverdə, istəyir gümüşdə, qızılda, yəni gümüş elə silverdə. Belə, hamınıza uğurlar, uşaqlar. Deməli, bizim növbəti əməliyyatlarımız da gəlirlə nəticələndi. Sağ olun.